Azərbaycan süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional lider kimi tanınıb. Bu barədə Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalya Bayona Bakıda keçirilən BMT-nin Turizm Avropa üzrə regional komissiyasının 71-ci iclasında bildirib. Qeyd edib ki, süni intellekt reallığın ayrılmaz hissəsinə çevrilib, lakin texnologiyalar turizmdə insan amilini əvəz edə bilməz. Burada gördüyümüz eyni enerji və pozitivlik bütün Avropada hiss olunur. Son illərdə Azərbaycanın turizm sahəsində güclü irəliləyişlər əldə olunub. Azərbaycan 2001-ci ildən BMT Turizm Təşkilatının üzvüdür və bu illər ərzində onun işində fəal iştirak edib. Üzvlüyümüz dövründə Azərbaycan İcraiyyə Şurasında 3 dəfə təmsil olunub və 2017-ci ildə onun sədri vəzifəsini icra edib. Bu il biz 2025-2029-cu illər üçün Avropa regionu üzrə İcraiyyə Şurasına namizədliyimizi irəli sürmüşük. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən BMT Turizmin Avropa üzrə regional komissiyasının 71-ci iclasında dedi. Azərbaycan bir çox Avropa ölkələri üçün strateji tərəfdaş, həmçinin Avropanın enerji xəritəsində mühüm yer tutur. Biz turizmdə daxil olmaqla müxtəlif sahələr üzrə Avropa tərəfdaşlarımızla əməkdaşlığın gücləndirilməsinə sadiqik. Birbaşa hava bağlantılarının genişlənməsi, sadələşdirilmiş elektron viza rejimi və qonaqpərvər mühit sayəsində Azərbaycan bugün Avropanı regionun digər istiqamətləri ilə birləşdirən əlçatmaz mərkəz statusunu möhkəmləndirib. Onun sözlərinə görə turizm sektoru 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsuluna 4,5% töhfə verib və bu müsbət dinamikanın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalya Bayona'nın sözlərinə görə 2,3 milyon insan və ya ölkə əhalisinin 23%-i 14-29 yaş aralığındadır. Məhz həyatın bu dövründə gənclərə turizmin hansı imkanlar açdığını və onların bu sahəyə nə gətirə biləcəklərini göstərmək vacibdir. Azərbaycan süni intellektin cəmiyyətin rifahı naminə təşviqi və rəqəmsal infrastrukturun inkişafında regional lideri çevrilib. Ölkəni bu iddialı mövqeyi münasibətilə təbrik edirəm. Burada gördüyümüz eyni enerji və pozitivlik bütün Avropada hiss olunur. Bakı son 6 ildə əhəmiyyətli tərəqqi nümayiş etdirib. Mənim üçün bu tarixi parlaq şəhərdə yenidən olmaq xüsusi zövqdür. Müasirlik və ənənələrin unikal birləşməsi Bakını həqiqətən xüsusi edir. Turizm gənclər, qadınlar və hər kəs üçün geniş imkanlar təqdim edir. Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir. Bu ölkə öz ənənələrini və mədəni irsini qürurla qoruyur və inkişaf etdirir. Konfrans zamanı vurğulandı ki, Azərbaycan üçün 2025-2029-cu illər üzrə BMT-nin Turizm Avropa üzrə regional komissiyasına üz seçilmək mühüm əhəmiyyət daşıyır. Komissiya 5 yer üçün 9 ölkə namizəddir. Azərbaycana yanaşı Qazaxıstan, Özbəkistan, Yunanistan və digər ölkələr də bu seçkidə iştirak edir. Ümid edirik ki, bu gün səsvermədə Azərbaycan növbəti 4 il üçün, yəni 2025-2029-cu il üçün İcraiyyə Komitəsinə üz seçiləcək. Azərbaycan bundan öncə bir neçə dəfə bu komitəyə üz seçilib. Hətta 2017-ci ildə biz qurumun sədrliyini də etmişik, seçilmişik sədrliyə də. Sabah isə konfrans keçiriləcək tədbir çərçivəsində. Konfransda COP29-dan sonra turizmdə iqlim məsələləri ilə bağlı deməli məsələlər müzakirə ediləcək. Konfrans zamanı həmçinin diqqətə çatdırıldı ki, bu ilin yanvar-may aylarında Azərbaycana 979.963 nəfər turist gəlib. Bu ötən ilin eyni dövrünə nisbətən 1,5% çoxdur. Təkcə mayda isə ölkəyə 264.079 nəfər səyahətçi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım deməkdir.